Rəqs insan zövqünün, ruhunun və incəliyinin gözəl ifadəsidir. O, sevincin, duyğuların və həyat enerjisinin dili sayılır. Bəs heç eşitmisinizmi ki, tarixdə rəqs bir vaxtlar epidemiya kimi yayılıb? 1518-ci ildə Strasburq şəhərində baş verən qəribə hadisədə insanlar səbəbsiz şəkildə günlərlə rəqs edib dayana bilməyiblər. Bu sirli olay əsrlər keçsə də, hələ də alimlərin marağına səbəb olur. 1518-ci ildə Strasburq şəhərində ağlasığmaz bir hadisə baş verib. Bir qadın şəhərin küçəsində dəfil rəqs etməyə başlayıb. Əvvəlcə buna heç kim əhəmiyyət verməyib. Lakin bir neçə gün sonra ona onlarla insan qoşulub və şəhər sanki görünməz bir ritmin əsrinə çevrilib. İnsanlar dayanmadan rəqs edir, yorulmaq bilmirdi. Bəziləri günlərlə davam edən bu hərəkətdən sonra huşunu itirir. Şahidlərin yazdığına görə, rəqs edənlər dayanmaq istəsələr də buna gücləri çatmırdı. Ən maraqlısı isə odur ki, bu hadisənin sirri bugünə qədər tam açılmayıb. Alimlər bunu kütləvi psixoloji təsir, qorxu və stresin nəticəsi, bəziləri isə zəhərlənmə ilə əlaqələndirirlər. Amma dəqiq cavab hələ də yoxdur.